başladığı işi yarım qoyanlar. Əslində deyərdim ki, bu özü günümüzdə bəlkə də ən böyük psixoloji problemlərdən biridir. Var bir qism insanlar ki, çox həvəslə başlayır, sonra isə başladığı işi yarım saxlayır və psixologiyada buna bir neçə istiqamətdə yanaşma var. Mən istəyərdim daha çox, belə deyək, ayrı bir istiqamətdən yanaşım. Psixologiyada belə bir istiqamət var. Terapiya üsulu da var. Gestalt terapiya deyirlər buna. Situasiyanın tamamlanması. Adam deyir ki, mən idmana gedəcəyəm və doğrudan da gestalt açıq qalıb idmana getməliyəm. Və gedir idmana. İdmana gedir, 1-2 gündən sonra gestalt onda tamamlanırkən gəldim də bu da bitdi. Və prosesi davamlı olaraq həyata keçirmir. Və yaxud deyir ki, mən sabahdan kitab oxuyacağam və doğrudan da sabah qalxıb biraz kitab oxuyur. Dolayısıyla gestaltı tamamlanır və bu davamlı bir prosesə çevrilmir. Bu əslində biz müşahidə edirik ki, uşaqlıqdan yaranan bir şeydir. Misal üçün, hər bir işi həvəslə başlayır, yarım saxlayır, həvəslə başlayır, yarım saxlayır və nəticədə onlar eyni vaxtda çox iş görmək istəyirlər. Və onların bir qisminin də doğru olaraq qeyd edirlər ki, bu insanların bir diqqət yayınıqlığı problemi var. Diqqəti daim yayınır, fokuslana bilmirlər və nəticədə işi yarım saxlayırlar. Və belə insanların həm də biz görürük ki, nəinki özü ilə bağlı bir işdə, hətta ətrafla bağlı məsələlərdə də işi yarım saxlamaq kimi bir adətləri var. Və insan özündə görürsə ki, hər işi yaxşı başlayıb, bir müddətdən sonra onu yarım buraxır və bu proses davamlı əgər baş verirsə, yaxşı olardı ki, onunla bağlı peşəkar psixoloq dəstəyi alsın. Peşəkar psixoloq dəstəyi problemin kökü nədir, onu aşkar etməyə, aradan götürmək üçün hansı addımlar atmaq lazımdır, onu planlamağa və bütün bunlar həyata keçirilərsə, şübhəsiz ki, problemdən qurtulmağa gətirib çıxara bilər. Çünki işi yarım buraxmaqdan ən çox əziyyət çəkən elə onu edən insanın özüdür. O insanların hüzuru daim pozulur. O insanlarda özünə hörmət aşağı olur. Çünki özü də bilir ki, işi yarım buraxır və nəticədə onların rifahı da həmişə aşağı olur.